Çox gözəl bir arxa plan tapmışam. Burada ətraf hamısı güllük gülistanlıq. Adama müsbət bir enerji bəxş eləyir. Amma çox təəssüflər olsun ki, mənim bugün danışmaq istədiyim mövzu çox iç qarardıcıdır. Arxadakı arxa planla uyğun gəlməyəcək. Amma nə etmək olar? Bugün mən bu haqqda danışmaq istəyirəm. Əslində mən bugün bir neçə mövzuya toxunacağam. Həm Mir Şahinlə bağlı, həm bu ölüm hadisəsi ilə bağlı danışmaq istəyirəm. Bayaqlarım içəri şəhərdə idim. Dedim gəlmişkən bir o tərəflərə də gedim, gəzim baxım. Gördüm ki, ora gələn əksər insanlar turistlərdən ibarətdir. Hamısı da pensioner adamlardır da, qoca-qoca kişilərdir, qadınlardır. Gəlirlər, gəzirlər, kef eləyirlər. Yəni nə veclər nəyi? Nə veclərinə? Yaxşı pul qazanırlar, yaxşı pensiya qazanırlar. Bir gün bizim ölkəni gəzirlər, bir gün həm İrana gedir, bir gün Ermənistana gedir. Görəsən, indi buradan bizim pensionerlərimizə salamlar göndərirəm. Ümid edirəm ki, yaxşısınız. Demək, bir dənə hadisə ilə qarşılaşdım. O da nədir? Mənim çoxdan da müşahidə elədiyim bir şeydir. Bu bizim ölkəmizdə də olur. Bir dənə turistdir, daşın üstündə oturmuşdu, yemək yeyirdi da. Sonra onu restoran işçisi gördü. Əsrazı belə bir təntənəhlə please, gəl otur burada ye, gəl bəs orada oturma, gəl burada ye. O belə xoş bir münasibət göstərdi. Amma mən əminliklə onu deyə bilərəm ki, orada oturan Azərbaycanlı olsaydı, belə bir şey olmayacaqdı da. Mən bundan adım kimi əminəm. Eyni şeyi mən Hindistanda da çox görürəm. Məsələn, turistdir, gəlir məsələn orada meyvələrə baxır da, produktlara baxır, birini əlini alır, orasına burasına baxır. Satıcı deyir ki, götür apar ye da, dəymir. Deyir götür apar ye da, yəni heç nə olmaz. Amma eyni şey öz millətini heç vaxt eləməz. Ümumiyyətlə bu çox maraqlı mövzudur. Mən bu haqqda başqa zaman danışarıq. Mən belə bir playlist yaratmışam. Adını qoymuşam müzakirə otağı. Bu playlistdə, yəni sıralamada cəmiyyətimizdə baş verən hadisələrə bir münasibət bildirəcəm. Şərt deyil bizim cəmiyyətdə bu baş versin. Başqa ölkələrdə də baş verən hadisələr ola bilər. Mən onlara da münasibət bildirə bilərəm, amma əsasən öz ölkəmizdə bağlı olan şeyləri paylaşıram hələ ki. Mənə tez-tez insanlar yazır ki, bəs mikrofonu niyə əlinlə elə tutursan? Otağına nə bilim işıqlandırma çək, otağı nə bilim yaxşı remont elə, arxa plana falan şeylər qoy. Çox yaxşı, çox gözəl yazırlar, amma belə deyim də, mənim aldığım mikrofon 2 dənə versiyası var idi. Biri masaya taxılan idi, biri pastavkalı olan idi. Mən yazıqda o pastavkalı olan versiyasını aldım. O birisi masa taxılanı ala bilmədim çünki bahaydı. Gücüm ona çatdı, getdim mən də onu götürdüm. Arxa plan işıqlandırması da o qədər asan deyil. Xərc etmək lazımdır, pul xərcləmək lazımdır. Yəni rahat bir şey deyil də. Mən də istəyirəm gedim bütün gün studiyada video çəkim, yaxşı keyfiyyətli videolar hazırlayım. O olmur axı. Bugünkü gündə o eləyə bilmirəm. Mən onu eləməyə imkanım yoxdur. Bu qaraçılardan aldığım 32 manat olan saatdır. Telefondur. Bunun nə manası var? Zəng eləyirsən zəng gəlir. Buyurun. Buradan da tikiş vurulubdur. Xahiş edirəm buna da baxın. Su vuran kim İsrail Kleydən gedir. Bu da mənim ayaqqabım. Qiyməti 17 manat. Mən mikrofon alanda Instagramda paylaşdım, insanlara müraciət elədim ki, qardaş, mənə dəstək olun. Yaxşı mikrofon alım, yaxşı səs keyfiyyətim olsun, sizin üçün də yaxşı kontent hazırlayım da. Story mən baxmışdı hardasa bir 500-ə yaxın adam. Bir Allahın qulu gəlib mənə yardımcı olmadı, kömək eləmədi. Mən bunu nətər eləyim? Olmur axı, yəni reallıq deyil də. Mənim Coffee hesabım da var. Orada kimsə bax mənə 1 manat dəstək olmur. Mən nətər eləyim? Yaxşı deyirsiniz, gözəl deyirsiniz, amma dəstək olmursansa köməkdarlıq göstərmirsə, ona görə də mən də qalıram ortada, bir şey eləyə bilmirəm. Yəni məndən nə etməyimi gözləyirsiniz? Bu qızın cəmi 21 yaşı var idi. Hicab taxan bir xanımdır. Mən onu şəxsən tanımasam da, onun üzünə baxanda o nuraniliyi, saflığı görə bilirəm. Həyat yoldaşı tərəfindən qətlə yetirildi. Səbəb də nə olsa yaxşıdır. Bu xanım işləmək istəyirdi marketdə və işə də düzəlmişdi. Qapıda pusub işə gedəndə bıçaqlayıb qətlə yetirir. İşə gedəndə gəlib buradan pusub bıçağı soxub. Qonşu gəldi ki, az quzun qalıb yolda qanın içində. Vallahi neçə gündür bunlar münaqişədə idi, söz söhbətləri olurdu. Qız da ki, deyirdi ki, qeyb işə girəcəm. Sonra bu geri də Bərdədə işləyir. Bu da ezam olmuşdu. Gəldi dedi ki, yox, o işləyə bilməz, həm də ki, o mənlə boşana bilməz. Gedə görüb ki, bu marketdə işləyir. Bu da gəldi bizə uşağın gördü. Təzədən bana səs atdı. Dedi ki, bəs da, sən orada işləməyəsən. Mən nə qədər sənimlə boşanmamışsan, işləməyəsən orada. Bu da deyir ki, nə olsun, adam yem var, işləyirəm də orada. Bəs sən mənə baxmırsan, eləmirsən, yaxşı, uşağımı az qalır, falan bəs mikan. Beləcə söhbətlər oldu. Axşam da təzədən səs atdı ki, bəs mən səninlə qutardım. Sən mənə yaz, nə anamı narahat elə, nə qardaşımı narahat eləmə. Qız gedə, oğluna. Qayıt deyir ki, mən də sənin başı oynatacağım. Gəl səni öldürəcəm, qeyb girəcəm türməyə, yəni sələyəcəm. Mən də nə ağlıma gələr? Səhər bu geyinib, keçinib işə gedir marketə. İşə gedəndə gəlib buradan pusub, bıçağı soxub. Yolda? Dedi, bax burada. Qonşu gəldi ki, az quzun qalıb yolda qanın içində.
Ümumiyyətlə bizim ziyalı dediyimiz adamlar qadın evdə olmalıdır, mətbəxdə olmalıdır, işləmək olmaz və s. Yəni bunu deyən insanlar ziyalılardır da. Bu da istər-istəməz insanın ağlında şuur altına gedir oturur ki, qadın işləməməlidir. Məsələn, bugün Azərbaycanda bir çox kişi var ki, qadına namus gözü ilə baxır. Yəni qadın evdə olmalıdır, evdən çölə çıxmamalıdır. Bu gedib işləsə, hardasa bir fəaliyyətdə olsa, buna pis baxırlar, yaxşı baxmırlar. Bu gün nə qədər insan var ki, onlar bu zehnətdədir, bu kafadadır. Bu qadının da dediyim kimi 21 yaşı var idi. 21 yaş nədir ki? Yəni uşaq idi da. Mənim özümün 24 yaşım var. Yaş yarımlıqda bir balası var idi. Ailədə münaqişələr olub. Həmin qadın da boşanmaq istəyirmiş bu adamdan, işləyib öz ayağı üzərində durmaq istəyirmiş də. Mən buradan belə başa düşürəm hadisəni. Həyat yoldaşı da onu təhdid eləyib. Yəni əslində bu bədbəxt hadisə mən gəlirəm deyə plansız olmayıb. Yazıb ki, bəs sən peşman olacaqsan, sənin başını oynatacağam və s. Vaxtında polisə şikayət edilsəydi, bəlkə də bu hadisə baş verməyəcəkdi. Bax, indi deyən xanımlar var, qadın evdə oturmalıdır, ev yaxşıdır. Çox qadın bu şərhi yazır da mənə. Bax, indi bu hadisə haqqında nə münasibət bildirək? Nə deyək? Ər pisdir, qadını döyür, qadın da uşağı var. Aydın məsələdir ki, bu ailə dolanmalıdır, nəsə yeməlidir, nağarmalıdır. Əlində sənət yox, bir şey yox. Yəni getdiyi yerdə market olub. Yəni marketdə nə işləyəcək? Patoloqu bir dənə kassir olacaq, ya da gedəcək orada malları səliqəyə salacaq da, mal düzəldən olacaq. Nə var ki burada? Gedib barda işləmir, gedib kafedə işləmir, gedib klubuda işləmir. Hansısa bir əxlaqsız işdə işləmir. Burada nə var ki? Biz Finlandiya 1906-cı ildə qadınlara seçmə və seçilmə haqqı verib. Finlandiya dünyanın ən xoşbəxt ölkəsidir. Yəni xoşbəxtliklər ölkəsidir. Hər ildə o seçilir elə mən bilən. Ya o seçilir ya da hansısa Skandinav ölkələri var, o seçilir. Kişi Azərbaycan 1918-ci ildə ilk dəfə Şərqdə qadına seçmə seçilmə haqqını verən ölkədir. Biz olmuşuq. Bunu eləyən biz olmuşuq. Bir çox ABŞ-ı, Fransayı, İtaliyanı qabaqlamışıq. Nə oldu biz bugünkü gündə? Bu hadisələr olub 19-cu əsrdə. 2 əsrlik bir vaxt keçib, 21-ci əsrdə yaşayırıq. Və bu qadın düşmənçiliyi bu hardan yaranır bizdə? Bu azğın düşüncə hardan əmələ gəlib yaranıb? Bunu KGB bizə verdi, Fars verdi, Türk verdi, Erməni verdi. Biz hardan döndük belə olduq? Mən başa düşə bilmirəm. Bunun bir açıqlamasını verə bilərsiniz mənə? Bir çox kişi var ki, mənim ətrafımda görürəm, tanıdıqlarım var, tanımadıqlarım var. Bir çoxları xanımına xəyanət eləyir. Kimi baxışları ilə, kimisi klublarda, kimisi müəyyən yerlər var, oralarda xanımlarına xəyanət eləyiblər. İndi yaxşı, xanım bunu eləyəndə namussuz olur, siz eləyəndə namuslu olursunuz. Yəni kişiyə hər şey rava olmalıdır. Bu nə düşüncədir, bu nə zehniyyət? Elə namussuzun yekəsi də sizin özünüzsüz də. Mənə çox yaxın bir insan var, mənə çox yaxındır. Hər kəsdən mənə yaxın olan insandır. Məsələn, o da bugünkü gündə deyir ki, mən evlənəcəm, ərim mənə baxacaq da. Mən evlənəcəm, ərim mənə baxacaq. O bu düşüncədədir. Ümumiyyətlə xanımlar, mən hamınıza buradan tövsiyə edirəm. Mütləq şəkildə nə olur olsun. Bir sənət öyrənin, bir yeriniz olsun, bir gəlir mənbəyiniz olsun. Yəni bir nəfərdən asılı olmayın. Bu çox pis bir şeydir. Bu çox pis bir şeydir. Ola bilər deyirsiniz mənə ərim mənə baxar, yaxşı baxsın. Heç olmaz sizin üçün bir şərait yaratsın. Ya bir yer işlədir, o yerin işlətməsini sizə versin. Ya nə bilim, sizi bir şeyə özünə bağlı qalmayasınız da, ondan asılı olmayın. Bu yaxşı bir şey deyil. Allah eləməsin, Allah eləməsin. Sabah bir gün ayrılanda nə olacaq, nə edəcəksiniz? Bugün hansısa bir deputat çıxıb deyir ki, boşanmaların bilirsiniz Azərbaycanda artıq Avropada ilk sıralardayıq boşanmalarda. Yəni həmin hamı boşanır. Hamımızın ətrafında kimsə var ki, boşanır. Hamımız buna şahidik. Deyir ki, boşanma prosesini çətinləşdirməliyik. Hərdən fikirləşirəm ki, bu ölkədə hamı dəlidir, bir ağılı mənim özümə. Yəni kim məsələn o aldığı aliment puluna görə gedir həyat yoldaşından boşanır ki? Aldığı o 200 manatdan ötəri. Ailədə kişi fiquru olmalıdır. Uşağı bir evdə bir kişi tərəfindən yetişdirilməlidir. Ata olmalıdır evdə. Bu vacibdir. Sağlam ailə modelində belə olmalıdır, ata-ana olmalıdır. O mən buradan xanımlara səslənirəm. Əsasən boşanma ərəfəsində olan ya da boşanan xanımlara. Gəlin bax veriliş aparaq, mənimlə Instagramdan əlaqə saxlayın. Mənə yazın boşanma səbəbini. Yəni gəlin video çəkək. Üzünüzü göstərmək vacib deyil. Mənə boşanma səbəblərinizi yazın. Yəni nəyə görə boşanmısınız? Səbəbi nə olub? Gəlin bunu araşdıraq, öyrənək. Yəni mən burada görəcəm ki, burada ən azından 80% burada kişinin günahı olacaq. Çünki mən indiyə qədər onu görmüşəm. Boşanan ailələrdə hər zaman kişinin günahı olub. Qadın fədakarlıq eləyib, kişi isə günah onda olub da mən elə görmüşəm indiyə qədər. İndi də bu kişilər də yıxıb sürmək istəmirəm.
Bu çox böyük problemdir. Bunu həll etmək lazımdır. Əgər istəsəniz, mən sizlə veriş aparmağa razıyam. Gəlin danışın. Şəxsən mənim özümün 24 yaşım var. Mən ümumiyyətlə evlənməyin eysini belə fikirləşmirəm. O qədər çətinləşdiriblər ki, evlənməyi. Çox çətindir. Evlənmənin bu dəqiqə hansı bir müsbət cəhəti var ki? Bunun var qırqızılı var, bunun nişanı var, bunun toyu var. Bunun sabah birisi gün uşaq olacaq, onu saxlamaq məsələsi var. Çox çətindir, kifayət qədər çətindir. Mən fikirləşə belə bilmirəm. Heç ağlımı o tərəfə belə mən çevirə bilmirəm. Mən başa düşürəm o evlənməyən insanları. Yaşı 30 var, 40 var, o insan evlənmək istəmir. Çox çətindir axı. Çox çətindir. Məhəmməd peyğəmbərin bir sözü var. Deyir, bir dənə daxman evin varsa, pis yaxşı bir işin varsa, sən deməli evlənə bilərsən da. Yəni qadını saxlaya bilərsən. Bugünkü gündə elə deyil də, qardaş. Şərtlər çox böyük. Xanımlar məsələn internetdə baxırlar o dəbdəbəli toyları görürlər. Onlar da özənirlər, o şəkildə etmək istəyirlər. Kişilərin var, kişilər elə heç toysuz vaxtsız evlənər. Bu qadınlar bir qədər göstəriş istəyir. Mən onları da qınamıram. Bir şey ki, insanın həyatında bir dəfə olur. O da istəyir ki, yaxşısı olsun da. O mən qınaya bilmərəm, onu şey eləyə bilmərəm. Amma çox çətindir da. Bugünkü gündə çox çətindir. Mənim nənəm babam 60 il, 65 illik bu insanlar evli olub. İndi babam rəhmətə gedib, Allah rəhmət eləsin. Bu söhbəti niyə açıram? Bu insanlar iki insan. Qardaş, həyatı boyu yola getməyiblər. Hər zaman dava dalaş, hər zaman. Babam gah onun başına çəkələyə atıb, ya elə olub ki, gözünün altına kəllə vurub. Yazıq nənəm göm-göy arvad göyərmişdi. Çox pis hadisədir. Yəni bunlar ancaq belə dava dalaşla yaşayıblar, bir-birlərinə elə öyrəşiblər. Və indi babam rəhmətə gedib, nənəm hər yerdə babamı axtarır. Hər zaman babamı sayıqlayır. İndi o vaxtı boşanmaq o qədər asan bir şey deyil idi. Hər istəyən boşana bilmirdi, çətin idi. Amma mən burada deyə də bilməzdim ki, bu sağlam ailə modeli olub da, bunu da deyə bilmərəm. Bugünkü gündam elə deyil də, qadınlar dözmək istəmir. Qadınlar bir balaca, bir söz mi deyim, şiddət mi deyim, məruz qalanda artıq boşanırlar. İndi mən bunu tam da dəstəkləmirəm. İndi bir dənə söz deməklə, ya bir dənə vurmaqla, təbii ki, vurmaq olmaz. Amma bir dənə hərəkətlə durub boşanmaq olmaz da hər halda. Yəni danışıb həll eləmək olar. Yəni bir də insanıq da, hamımız bir-birimizlə dalaşırıq da. Yeri gəlir ən əzizlərimizlə də dalaşırıq. Sonra barışmasını bilirik da. Yəni bir hadisə ilə bu şeyləri nəticəyə gətirib çıxarmaq mən hesab edirəm ki, düzgün deyil. Amma bu hadisə artıq davamlı olursa, məsələn elə ailələr görürəm ki, ata alkaşın biri olur. Bütün gün məhəllədə ağzilənir, aşağı-aşağı yeriyir, evə dostları yığıb aparır. Yəni mənim yazdığım gəlir bax elə ailələrə. Mənim yazdığım gəlir. Onlar neynəsin? Çox pisdir. Həqiqətən çox pisdir. Mirşahinin bir dənə çıxışı var. Hansı ki mən heyrətə gəlirəm. Ya bu adam illərdir ki, ictimai həyatın içindədir. Bu adamı yəni savadlı adam kimi bilirdim. Çünki yaxşı danışıq qabiliyyəti var da. Uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlı olsunlar. Bugün o problem də yoxdur. Bu günlərdə biz 10 milyonuncu insanımızı qarşıladıq və ondan sonra doğulanlar da valideynlərin əlində ovucunda qalsınlar. Ay qardaş, sənin başına dönüm. Azərbaycan əhalisi istəyir 10 milyon yox, 110 milyon olsun, fərq etmir. Əgər sənin ölkəndə doğuş faizi hər il statistikada aşağıya doğru gedirsə, bu gələcəkdə kadr çatışmazlığına gətirib çıxardacaq. Fərqi yoxdur sənin ölkə hali nə qədərdir. İndi bu elə bir şeydir ki, bu problemi indi yaşamayacaq, indi hiss eləməyəcək. Bundan 30 il, 50 il sonra bu problem yaşanacaq. Nə olacaq? İnsanlar yaşlanacaq, gənclərin sayı azalacaq. Yəni bunun da pozitiv mənada heç kimə xeyri yoxdur. Bu şeydən heç kim xeyir götürə bilməz. Yəni bu necə absurd açıqlamadır, qardaş? Deməyə də mənim sözüm qalmayıb. Uşaq pulu verilsə, uşaq başına düşər 80 manat 100 manat arası. Qardaş, o 80 manat 100 manatdan ötəri kim gedib uşaq dünyaya gətirər? Sırf o pulu almaqdan ötəri. Avropa ölkələrində uşaq pulu verilir. O Avropa ölkəsinin vətəndaşı, bu gün soruşaq ondan müsahibə alaq. Görək sən deyə uşağı buna görə dünyaya gətirirsən. Yəni nə var? 100 evro, 200 evro pul alacaqsan uşaq başına. Qardaş, bir qədər sadəcə dəstəkdir da. Anaya bir qədər dəstək. Gedər bir pampers alar, gedər bir yemək alar, gedər nə bilim uşağa bir əyin başına bir şey alar. Nə danışırsınız siz? Nə danışdığınızı siz bilirsiniz. Nə deyə bunlara? Nə danışım? Allah hamının köməyi olsun. Çox da danışmaq istəmirəm. Artıq bu söhbətlər açanda adamın ürəyi qaralır. Ümid edirəm Azərbaycana bir gün uşaq pulu verirlər. Ailələr bir-biri ilə daha mehriban, daha gözəl keçinər. Məsələn, bu gün insanlar var ki, evlənirlər, gedirlər böyük bir kredit yükünün altına girirlər. Evə mebel alırlar, tətilə çıxırlar, 10 il bunu eləyirlər, banca da nə qədər bunların kredit borcu yaranır. Ondan sonra o balayı dövrü qutarır, o şirinlik dövrü qutarır, artıq o reallıqla üz-üzə qalırlar ki, bunlar hər ay mütəmadi pul köçürməlidir. 1000 manat, 1500 manat pul köçürməlidir. Nə qədər ailələr var ki, sırf o şeydən davam edə bilmirlər, ayrılırlar. Sırf o problemə görə də. Neyləsin? Hiss eləmirsən onu, axırdan axır ayılırsan ki, sənin boynuna nə qədər borc yüklənib.
Bu qədər borcun altına girməyə nə gərək var axı? Nə lazımdır? Xoşbəxt olmayandan sonra. Bu il məsələn Türkiyədə bunun yaxşı nümunələri var. Ailə toy keçirir, toy pulunu yığırlar, gedirlər məsələn özlərinə bir restoran açırlar, bir kafe açırlar, işlədirlər. Nə gözəl bir yatırımdır, nə gözəl bir şeydir. Təzə mebel alıb, təzə şeyli, bu belə xərcin altına girib, adama yaxşı bir telefon alıb. Sonra bunu yaşaya bilmirsən axı, bunun xoşbəxtliyini sən çəkə bilmirsən, mənim əzizim. İndi mən məsələləri öz fəhmimlə analiz edə bilirəm. Mən demirəm hər şeyin doğrusu belə. Sadəcə mən bu məsələlər haqqında belə düşünürəm. İndi bura mənim hobbi sahəmdir. Burada özümü çox rahat hiss edirəm. Məsələ haqqında belə səmimiyəm. Nəyinsə təsir altında danışmıram. Səmimi bir şəkildə nə fikirləşirəmsə, onu da sizə çatdırıram. Video bu qədər idi. İzləmədə qalın. Yeni videolar gəlməyə davam edəcək.